Mənim nə xoşuma gəldi ikisinizdə də, heç birimiz başqa efirlərdə çıxıb bu haqda danışmadınız. Bir dənə burada sizin ikisinizdə də, heç özü verilişində də bu haqda danışmadınız. Yox, Tolik, mən belə deyim də, sizin verilişdən çıxdım, getdim evə, mənim telefonum dayanmadı. Və gördüm, başımı itirmişəm. Çünki mən yenə də deyirəm, mən istəmirəm. Söz-söhbət olsun, qırğın, qiyamət belə olsun. Mən götürdüm tez bazara bir dənə bilet aldım. Getdim 10 günlük Antalya'ya. Bəli, çünki istəmədim ki, heç bir... Nə əsəbdir bu, getdim Antalya'ya. Yox, necə? Çünki mən bildim ki, mən burada qalsam, o oradan mənə şey... Amma demədi axı. Deyəcək, nəyi? O tərəfdə... Mən gəldim, mənə onsuz da WhatsAppda bir dənə ailə nömrəm var da mənim, ki o nömrəni heç kim bilmir. Ailə nömrəmə zaten mənim bacılarım atırdılar ki, bəs səhifədə sizi paylaşırlar. Amma o da düz eləmirdilər də, sənin qanımı qaraldırdılar. Yox, qanı qaraltmağa görə yox. Dedi, yaxşı ki, çıxıb getdin. Yəni, mən gör necə atanı xəstə qoyub, mən 10 gün getdim Antalya'ya qaldım. Amma Mehribanın tərəfini tutmayacaq, o Mehriban da arsız deyil. Mehriban mənə telefonda zəng qurub, sənə görə yox. Ümumiyyətcə bu hadisələri pis oldu. Mən insan var ki, deyir ki, nə yaxşı oldu. Mən müğənni tanıyıram ki, çıxır efirə, necə qalmaqal alınır. Mənə axşam yazır ki, ayda, patlatdılar, bütün mediada məndən yazırlar. Deyirəm, sən arsızsın, altda yazılanlara baxın, nə yazırlar. Deyirəm, yazsınlar da, yiyeyim. Amma adam var ki, onun vecinə olur bu. Amma bir dənə bir şey deyim ki, Tolik, Mehriban yenə də dilin yığmırdı. Niyə? Yığmırdı. Mən çünki onun danışmaqlarına baxırdım. Hesab olmadı, məhkəməyə vermirsən də adamın neynəsin? Yox, elə o mənada yox. Məsələn, mən xoşlamıram, haqsızlığı qəbul eləmirəm. Məsələn, deyir ki, mən səhər-səhər verilişə gələndə orada yazılar ki, get sən Firuzə gözləyir. Birincisi, yəni sən hansı nə boyda müğənnisən ki, mən səni özümdən reklam edeyim. Bax, yox, gəb eləyək də. Bax, biz burada dava eləməyə gəlməmişik. Yox, dava eləmirəm. Sadəcə elə mən onun özünə demişəm. Telefon zəngində danışmışıq demişəm. O telefonu vermənə harada yazılmışdı ya, o həmən günü. Sən mənə dünən ki, mən 10 saatla baxmaq istəyirəm. Mən özüm, ondan da əlavə, mən Mehriban özü ilə belə... Mehriban yox. Şəbnəm Tovuzlu belə mənə milyon verəydi ki, mən cənnətimsə mahnısını deyəydim ki, Şəbnəmin Şəbnəm birinci almayıb, vəfa alıb. Vəfa almayıb Şəbnəm. Mənə Tural Sədalı nədir, mən ona inandım. Şəbnəm mənim yeri gəlində 18 illik dostumdur. Vəfanı mən sonra tanımışam, könül dostumuza görə, amma Vəfa ilə başqa dostluğum var. Amma mən dünən gecə saat 1-in yazı Şəbnəmlə danışırdım telefonda. Niyə deyirəm? Yəni, Mehribanda bəlkə üzə göstərmək istəmirik ki, o məsələlərdə pis oldu. Sən də pis olmuşdun. Lazım idi o görüntülər. O da pis olmuşdu. Hətta o çıxdı, şəxsən mən düzün deyim, həmən günü 3 gün sonra mən üzr istəməzdim xalqdan. Düşünərdim, qoy biraz keçsin. Amma o qədər təpki gəldi onun üstünə ki. O qədər təpki gəldi, o çıxdı xalqdan üzr istədi və özündə pis oldu. İnsan pis olmağı, bilsən, vicdan var ha. O vicdan sənə görə deyil. Sənə yox. Sən də müğənnisən onun kimi. Söhbət uşaq söhbəti olanda ikisimizin də evladları var və ikisinin də evladları böyükdülər. Bax, danışmır indi. Əsəbləşdirsəm, indi başqa müğənni... Yox, məhkəməyə görə... Gəl, açıq deyim sən də. Məhkəmədə bizi öldürməyəcəkdilər, kəsməyəcək. Təbii ki. Danışırsa, indi gözü salamlayacağım. Mən sizin bir yerdə padruq olmağınızı qoyun qırağa. Mən sizin davamız olmasını istəmirəm. Mənim problemlərim yoxdur əsəbi dərmanı içəm. Bu barədə biraz etik danışmaq lazımdır. Allaha şükür. O gün sən əsəbi idin. Yox, bildim, başa düşürəm. Bugün hamı əsəbidir. Hamının problemləri var, hamının evində... O gün səndə başqa cür olmuşdu da, gəl... Mən normalda əsəbləşəndə elə əsəbləşirəm, canım. O gözlər... Üstü... Ala. Yox, al! İsə götürüb ondan smailik düzəldim. Mənə atın. Mənə də atıblar. Özə mən də yazıram ki, atmayın da, yəni belə eləməyin. Burada qrup hamını öldürürsən ona qalanda, nə olacaq ki? Sənə həmən günə bilmirəm nə oldu. Səbir daşlayır, o filə. Onu dayandırmaq olmadı. Bir dənə onu deyim. Tolik, həmən günü getdi Mehribangi ilə. Gördüm Mehriban çox pisdir, ağır deyim, ay Mehriban. Səbəb nədir də ağlıman deyil, yox, öflə. Yəni, çünki mən onun xəsiyyətini bilirəm. Bax, deyil, 10 milyon xalq deyəcək ki, Mehriban necə danışına diqqət edin. Ona görə o çox pis olmuşdu ki, deyəcəklər ki, Mehriban nə bir yerdə danışdı. Mənə anam atdı, mənə bizə kimlər atdı onu. Mən Dubaya getmişim, Azərbaycanlılar görüb, o doğrudan onlar ikisi dava.